İbrahim bin Ədhəm bir gün Bəsrə şəhərinə gəlir. Əhali onun başına yığılır və sual edirlər. Ey İbrahim, biz Allah-u Teala'ya dua edirik. Amma Allah-u Teala bizim dualarımızı qəbul etmir. Bunun səbəbi nədir? İbrahim bin Ədhəm isə cavabında belə buyurur. Allah-u Teala ölü qəlblərin dualarını qəbul etməz və sizin qəlbinizi 10 şey öldürür. Bunlardan birincisi budur ki, Allahı tanıdığınızı söyləyirsiniz. Amma əmirlərinə tabi olmursunuz. İkincisi budur ki, Qur'anı oxuyursunuz. Amma onunla əməl etmirsiniz. Üçüncüsü budur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi sevdiyinizi deyirsiniz. Amma onun sünnəsinə tabi olmursunuz. Dördüncüsü budur ki, şeytanın düşmən olduğunu söyləyirsiniz. Amma onunla dostluqdan geri qalmırsınız. Beşincisi budur ki, cənnəti sevdiyinizi söyləyirsiniz. Amma cənnətə layiq əməllər görmürsünüz. Altıncısı budur ki, cəhənnəmdən qorxduğunuzu söyləyirsiniz. Amma cəhənnəmə götürən əməllərdən uzaq durmursunuz. Yeddincisi budur ki, ölüm haqdır deyirsiniz. Lakin ölümə hazırlıq görmürsünüz. Səkkizinci budur ki, başqalarının günah və qüsurlarını görürsünüz, amma öz günahlarınızı görmürsünüz. Doqquzuncu budur ki, Allahın verdiyi nemətləri yeyirsiniz, amma ona şükr etmirsiniz. 10-cu budur ki, ölülərinizi dəfn edirsiniz, amma bir gün özünüzün də dəfn ediləcəyinizi düşünmürsünüz. Allah-u Teala bizləri duaları qəbul olan kimsələrdən qərar versin.